Baş leytenant Abbasbəyli Həmid Cavanşiroğludur. O 1991-ci il noyabrın 17-sində Binəqədi rayonunda anadan olub. Həmid Abbasbəyli 1998-ci ildə Binəqədi rayonu Famil İskəndərov adına 157 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2006-cı ildə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Abbasbəyli 2013-cü ildə ali hərbi təhsilini müvəffəqiyyətlə bitirib. O, təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinə davam etdirib. 2016-17-ci illərdə Türkiyə Respublikasında, 2017-18-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak etmişdir. Ali təhsilini başa vurduqdan sonra Abbasbəyli Həmid cəbhə bölgəsində yerləşən en saylı hərbi hissədə tağım komandiri olaraq hərbi xidmətə başlayıb. 2015-ci ildə xüsusi təyinatlı qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirmişdir. 2016-cı ilin aprel döyüşlərində böyük şücaət göstərib. Azərbaycan ordusunun baş leytenantı olan Həmid Abbasbəyli 2020-ci il sentyabrın 27-sində Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Hadrut qəsəbəsinin, Füzulinin və Laçının azadlığı uğrunda gedən şiddətli döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Həmid Abbasbəyli oktyabrın 20-sində Xocavənd rayonunda Qırmızı Bazar qəsəbəsi ərazisində qəhrəmancasına şəhid olmuşdur. O, təntənəli mərasimlə hərbi memorial məzarlıqda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra Qarabağ ordeni ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin digər sərəncamlarına əsasən Vətən uğrunda Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.